İmam Muhammed Əzam Yunusov, Bərdər rayon Qaradağlı təməlçilər. Bugün də çıxış etməyim, etibarlanma üzrə nümayəndəsi olduğum Quliyev Hamlet Nardələnoğlu'nun şikayətləri barəsində. Belə ki, Hamletin şikayəti əsasında 12.000 manat pulun alıb verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsi qətnamə çıxarsa da bir müddətə qədər 2021-ci ildən 2025-ci ilə qədər Tərtər İcra və Probasiya Şöbəsi icra etməkdən dolayısıyla yayılmışdır. Bundan sonra Cənab Nazirin qəbulunda olduqdan sonra şikayətin alınıb başqa rayona verilməsi ərizə verildi, şikayətimiz alınıb Bərdər rayonuna verildi. Kaş alınıb verilməyəydi. Yenə Tərtər rayonu heç olmasa ayda 100-200 manat alıb verildi. Bərdər İcra və Probasiya Şöbəsinin rəisi hörmətli Rusi müəllim başda olmaqla icra məmuru Elzamin tamamilə sükunətlə keçdi. Bunlar deyir ki, güya işi göndəriblər, üzr istəyirəm, hərraca. Hərraca göndərilir. Hərraca əlində sənət var. 24.4.2024-cü il tarixdə Tərtər İcra və Probasiya Şöbəsi güya hərraca göndərir. Rusi müəllim, siz əgər icra haqqında qanunun aidiyyatı maddəsi, yəni bu bir dəqiqə sizə deyim, maddəsinə diqqət yetirsək, yəni 53-cü maddəsinə diqqət yetirsək, orada açıq şəkildə göstərir ki, tələbkar həmin əmlakdan imtina etdiyi gündən 3 ay müddətinə satılmalıdır əmlaklar. Yanvardan gəlib bura 5 ay keçir, sən bunu satmamısan. Gör 2024-də olub hərraçda, kimi doluyursunuz? Bu nə deməkdir? Bu nə deməkdir? Ədliyyə Naziri, hörmətli, Fərid müəllimin qəbulunda olur, çox qabiliyyətli, layıqlı qəbul keçirir. Ancaq icra şöbəsinə gələndə elə bu adamlar cənab prezidentin əleyhinə gedirlər. Deməli, Ədliyyə Nazirliyində qəbul üçün 5-6 ay 2025-ci il tarixdə Hamlet Gədəbəyə getdi, cənab nazirlə görüşmək üçün. Fəqan müəllim var, Bərdər regional ədliyyədən gelibdi. Telefon nömrəsini veribdi Hamletə ki, narahat olma, həll edəcəm. İndi telefona cavab vermir. Orada da ki, qəbulu əleyhinə, vətəndaşı qəbula boşlamayan, daimi peşəkarı, bu sayının peşəkarı da seçilmez. Kamal müəllim də daha fədəkar olur. Və o kompüter orada oturub qeydiyyatı aparan Ramil adlı şəxs də güya qeydiyyat apardı, amma Hamlet qəbula boşlanmadı. Əbifət müəllim, siz də bu işin içindəsiniz. Bilirsiniz ki, sizi tanıyıram və hörmətim var. Amma bu layıqlı hal deyil. Siz bircə şey fikirləşin. İstər Fəqan müəllimi, istəyirsə Kamal müəllimi, hörmətli prezidentimiz göstəriş verir ki, cənab nazirlər yerlərdə vətəndaşları qəbul etsin, problemini həll etsin. Siz də cənab prezidentin göstərişinin əleyhinə olaraq vətəndaş Hamleti qəbula boşlamırsınız. Bu nə deməkdir? Siz prezidentə qarşı niyə gəlirsiniz? Məqsədiniz nədir? Kimə xidmət edirsiniz? Hansı partiyaya xidmət edirsiniz? Üzdə yaba, arkada ayrı kimlərə sizlər? Bu yaraşmır. Mən üzümü tuturam ölkəmizin prezidenti hörmətli İlham Əliyev cənablarına. Cənab prezident, Ədliyyə Nazirliyinin bir sözlə icra idarəsində, regionda istəyirsən orada vəziyyət biabırçı bir durumdadır. Deməli, qanunun 53-cü maddəsi var, icra haqqında qanunun. Bunu tamamilə pozurlar. Verdikləri məktublar bunu buradan. 24-cü ayda hərrac məktub vermişlər. Bir il keçmir, 3 ay nəzərdə tutulur. Hələ satmamısan 3 top torpağı. Bu oyunu niyə oynuyorsunuz? Qarşıda tərəfdən nə almışsınız? Odur ki, cənab prezident, ümidimiz sizlərdir. Sizdən xahiş edirik. Hörmətli Ədliyyə Nazirimiz, Fərid müəllim, onun gəncliyindən əhatəsində olanlar sui-istifadə edir. Bərdər İcra və Probasiya Şöbəsinin rəisi Rusi müəllimin qanuna zidd əməl və hərəkətləri araşdırılsın və hansı səbəbdən Tərtər İcra Şöbəsi 3 il ilə getməsi müəyyənləşdirilsin və qanunu tətbiq görülsün. Ya da Azərbaycan dövləti adından qəbul olmuş məhkəmə qətnaməsinə bu cür hörmətsiz yanaşmalarına görə barələrində inzibati icra işi başlansın. Xahiş edirəm, qanunu tətbiq görülsün və Hamletin qanuna müəyyən olmuş məhkəmə qətnaməsinə icra edilməsinə köməklər edilsin. Hələlik çıxışım bu qədərdir. Ümidvaram ki, qanun tətbiq görüləcək.